Səssiz dualar Zirə Cümə məscidində qorunan mədəni irs. Xalça muzeyində yeni açılan sərgi belə adlanır. Sərgi mədəni yaddaşımızın, mənəvi dəyərlərimizin və tarixi irsimizin qorunmasına xidmət edən mühüm ekspozisiya hesab edilir. Zirə məscidi 2016-cı ildə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunub. Sərgidə müxtəlif dövrlərdə ayrı-ayrı şəxslər tərəfindən Zirə Cümə məscidinə ianə edilən milli irs nümunələri nümayiş etdirilir. 2016-cı ildən artıq yeni bir bina ziyarətçilərin üzünə öz qapısını açmışdı. Amma ondan hətta əvvəl 10 illiklər ərzində bu məscidə müxtəlif hədiyyələr verilmişdi. Bu nümunələr təkcə keçmişin yadigarı deyil, həm də ölkəmizdə xeyriyyətçilik ənənəsinin yaşadılmasının göstəricisidir. Qeyd edim ki, sərgidə nümayiş olunan eksponatlar arasında xanımlara məxsus müxtəlif geyim aksesuarları, yəni kəlağaylar, baş örtükləri də sərgilənir. Məsələn, mənim sizə göstərmək istədiyim bu kəlağayı 1930-cu illərə məxsusdur. Kəlağayının kənarları burta naxışları ilə, mərkəzdə isə şahin quşları əks olunub və onu da əlavə edim ki, hər bir eksponatın yanında bu cür QR kodlar yerləşdirilib ki, bu QR kodlara daxil olaraq sərgiyə gələn qonaqlar, ziyarətçilər eksponatlarla bağlı bütün məlumatları əldə edə bilərlər. Eksponatların əksəriyyətinin yaşı bir əsrdən çoxdur və onlar Azərbaycanlı sənətkarlar tərəfindən yaradılıb. Sərgilənən əsərlər arasında məişət əşyaları da xüsusi yer tutur. İri qazanlar, çay mədəniyyətimizi nümayiş etdirən samavar, aş süzən, piyalə və s. Göstərmək istədiyim bir digər eksponatsa 1940-cı illərə məxsus ütüdür. Eksponat olduğu üçün qaldırıb göstərə bilmirəm, çəkisi də bir o qədər ağırdır. Lakin bir maraqlı məlumatı verim ki, keçmişdə bu cür ütülər kömür vasitəsilə istifadə olunurdu. Yəni ütünün yuxarı hissəsi açılaraq içərisinə kömürlər əlavə olunur və kömür vasitəsilə qızdırılaraq məişətdə istifadə olunur. Ekspozisiyada xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii metal geyim və tikmə nümunələri, Qurani-Kərimin nüsxələri, həmçinin nadir əlyazma kitabları yer alıb. Sərgidə nümayiş olunan ən qədimli yanında dayandığım bu eksponatdır. Müqəddəs kitab 1909-cu ilə məxsusdur. Məscid təkcə ibadət yeri deyil, eyni zamanda mədəniyyətin, maarifin və tarixi irsin qorunduğu məkan, gələcək nəsillərə körpü ola bilən mənəvi ocaqdır. Bu nümunələrin məscidlərdə qorunması isə milli dəyərlərə yüksək diqqətin, humanizm ideyalarının və ictimai həmrəyliyin təzahürü kimi dəyərləndirilir. Gülnar İlqar qızı, Zaur Həşimov, Telesəhər.